ən çox verilən suallardan biri. Mənim övladımda kəkələmə var və mən kəkələdiyi üçün onu məktəbdən saxlamaq istəyirəm və ya kəkələdiyi üçün övladım dərs cavab vermir, dərslərini danışmır, lövhə qarşısında danışmaq istəmir və kəkələməsi olduğuna görə müəlliməsi onu arxa belə deyəsə partada otuzdurur ki, uşağın sinif yoldaşlarına mane olmasın. Baxın, bunlar çox böyük psixoloji travmalardır. Dəyərli mütəxəssislər, valideynlər, müəllimələr əgər sinifdə, məktəbdə, qonşuda, bağçada kəkələyən bir uşaq varsa, mütləq o uşağı kəkələməsini hiss etdirmədən ona ünsiyyət qurmağı, onunla mehriban və belə deyək, o hissi ona anlatmadan ki, sən kəkələyirsən. Valideynlərin ən böyük yanlışı bilirsiniz nədir? Elə ətrafında kəkələmə, düz danış. Bu sözlər kəkələməyə qəti surətdə deyilməməlidir.